Rusiyanın sonuncu imperatoru 2. Nikolayın generallarına və aristokrat dostlarına yazığı gəldiyi üçün onları cəzalandıra bilmirdi. Nəticədə korrupsiya böyüdü və zəif idarə etmə inqilabi hərəkatlara imkan yaratdı. Bu davranışı onun hakimiyyətinin sonunu sürətləndirdi və imperiyanın çökməsində psixoloji faktor olaraq mühüm rol oynadı. Orta əsr Avropasında yardım və xeyriyyəçilik sistemi məhz yazıq gəlmək prinsipinə əsaslanırdı. Kasıblar Tanrının imtihanı kimi görülür, varlıların onlara acıması dini savab sayılırdı. Ancaq bu sistem kasıbların inkişafına deyil, mövcud vəziyyətdə qalmasına xidmət edirdi. Sosial bərabərsizliyi artıran əsas psixoloji mexanizmlərdən biri məhz acıma idi. Yazığı gəlmək insanın digər bir varlığın vəziyyətinə acınacaqlı, zəif, bacarıqsız və ya yardıma möhtac kimi qavraması nəticəsində yaranan duyğudur. Bu duyğunun təməlində mərhəmət olsa da çox vaxt üstünlük hissi və bərabərsizlik elementləri daşıyır. Yəni yazığı gələn insan fərqində olmadan özünü qarşı tərəfdən daha güclü, ağıllı, şanslı və ya sağlam hesab edir. Carl Rogers bu vəziyyəti belə ifadə edir. Bir insana yazığın gəldiyi an sən artıq onu tam anlamırsan. İnsanın başqasına yazığı gəlməsi çox vaxt öz içindəki zəifliklərlə təmasdan qaçma mexanizmidir. Başqasının acizliyini görmək insanın şuur altında mən ondan yaxşıyam təsəllisini yaradır və bu da onun daxili qorxularını daha az hiss etməsinə səbəb olur. Məsələn, bir şəxsin işini itirmiş dostuna yazığı gəlir, çünki onun öz içində də işsiz qalma qorxusu var. Amma dostunun halına acımaqla o bu qorxunu ona proyeksiya edərək özünü müvəqqəti də olsa güvəndə hiss edir. Bir çox insanda yazıq gəlmə vərdişi uşaq yaşlarında ailədəki münasibət modelindən doğur. Uşaqlıqda tez-tez yazığım gəlir cümləsini eşidənlərdə belə bir inanc formalaşır. Mərhəmət göstərmək bərabərdir yaxşı insan olmaq. Bu şəxs böyüdükdən sonra qarşısındakı insanın potensialını görmək əvəzinə onun zəifliyinə fokuslanır və onu xilas etməyə çalışır. Yazığı gəlmək insanda üstünlük duyğusu yaradır və bu duyğu ilə qidalanan insan öz dəyərini başqasının acizliyi üzərindən ölçür. Friedrich Nietzsche acıma hissini zəiflərin duyğusu adlandırırdı. O yazırdı ki, acıma insanda həyat enerjisini azaldır. Çünki bu hiss insanın yaradıcı gücünü qurban psixologiyasına yönəldir. Arthur Schopenhauer isə əksinə mərhəməti əxlaqın əsası sayırdı. Amma onun da fikrincə mərhəmət qarşı tərəfi gücləndirməlidir. Onu zəiflikdə saxlamamalıdır. Əslində mərhəmət və acıma fərqli anlayışlardır. Mərhəmət bərabərlik üzərində qurulmuş empatiyadır. Yazığı gəlmək isə bərabərsiz münasibətdir. Biri yuxarıda, digəri isə aşağıdadır. Yazığı gələn şəxs çox vaxt yox deməyi bacarmır. Emosional məsuliyyəti öz üzərinə götürür, bu isə tükənmə sindromuna gətirib çıxarır. Başqasına yazığı gəlmək insana mən artıq yetərincə yaxşıyam illüziyası verir. Bu illüziya fərdi inkişafı ləngidir. Çünki daxili tənqid və dəyişim impulsu itir. Ona görə də bu kontekstdə özünüzə verməli olduğunuz sual budur. Mənim başqasına yazığım gələndə əslində özümün hansı hissimə toxunuram? Tolstoyun fikrincə əsl mərhəmət başqasına yazığı gəlmək deyil, onun içindəki insanı görməkdir. Fikirləriniz çox dəyərlidir.